İmişlidəki torpaq qalmaqalı niyə öz həllini tapmır? Tikintiyə himayədarlıq edən şəxs icra hakimiyyətini də saymır. Deputatın xanımının şirkəti Qarabağda milyonlar qazanır. 8 minlik konteynerlər 35 minə necə satılır? Ümumiyyətlə, Qarabağdan qazanılan milyonlar hara sovrulur? Baş nazir Yaqub Eyyubov, deputat Razi Nurullayev və Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımovu nə birləşdirir? Yaqub Eyyubovun uzun illər vəzifədə qalmasında Rus faktoru. Bu və digər məsələlərlə sujetimizdə tanış olacaqsınız. Bir müddətdir ki, Mişlinin Nurlu kəndində örüş torpaqlarının zəbt olunaraq yerində mal bazarının tikildiyi xəbəri ölkə gündəmini zəbt edib. Xatırladaq ki, örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Bir qayda olaraq torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər. Hərçənd ki, mal bazarının tikildiyi örüş yerinin təyinatı hər hansı bir sərəncamla dəyişdirilməyib, amma bu işdə nazirlikdə söz sahibi olan şəxsin əli var iddiası problemin görünməz tərəfinə aydınlıq gətirir. Bu haqda bir qədər sonra kəndlinin örüş torpağını zəbt edib şəxsi maraqlara görə aparılan tikinti demək olar ki, yekunlaşmaq üzrədir. Baxmayaraq ki, dəfələrlə bununla bağlı etirazlar, narazılıqlar və yuxarı instansiyalara müraciətlər də olunub. Bəs tikintiyə himayədarlıq edən şəxs icra hakimiyyətinin qanununa niyə məhəl qoymur? Bir halda ki, Mişli rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin şikayəti ilə əlaqədar sözgedən ərazidə hər hansı kommersiya təyinatlı tikinti işlərinin aparılmamasına və dayandırılmasına dair müvafiq qərar verib, amma mal bazarını tikən şəxsə himayədarlıq edənin biznes həvəsi o qərara da məhəl qoymayıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə bazarın tikintisinə himayədarlıq etdiyi deyilən şəxsin nəzarəti altında həmin ərazidə tikinti işləri sürətlə davam etdirilir və obyektdə son yekunlaşma işləri görülür. Mənbə iddia edir ki, hazırda fəaliyyəti dayandırılan Astroy şirkəti mal bazarının tikintisində canla başla iştirak edir. Deputatın xanımının şirkəti Qarabağda milyonlar qazanır. 8 minlik konteynerləri 35 minə satırlar. İddia olunur ki, Qarabağın bərpası layihəsi çərçivəsində Laçında, Ağdərədə, Xankəndi və digər yerlərdə tikinti işləri görən Astroy tikinti şirkəti deputat Razi Nurullayevin qardaşları Hacı Hasil və Hüseynə, eləcə də deputatın həyat yoldaşı Könül xanıma aid olub. Mövcud problemlə bağlı dəfələrlə müxtəlif media subyektlərində, sosial platformalarda mövzuların işıqlandırılmasına baxmayaraq, hətta İmişli rayon icra hakimiyyətinin açıqlamalarına da məhəl qoymadan sözgedən ərazidə tikinti bərpa işlərinin aparılması bir məsələni xüsusilə önə çəkir. Örüş yerlərində tikilən mal bazarına himayədarlıq edən şəxs kimdir? Mənbə iddia edir ki, orada tikinti işləri başlamadan öncə millət vəkili Razi Nurullayev bir çox vəzifəli şəxslərlə görüşüb. İstər Qarabağda, istərsə də İmişli rayonu ərazisində ona arxa dayaq duran şəxs axtarıb. Nəzərə alsaq ki, Bakı Abadlıq Xidməti MMC-nin rəhbəri Bünyad Qasımov olsa da, hər kəsə məlumdur ki, Bakı Abadlığa nəzarəti Yaqub Eyyubov həyata keçirir və bu məqamda Razi Nurullayevin qardaşlarının biznes planlarını gerçəkləşdirmək üçün ən ideal şəxsin Yaqub Eyyubov olduğu bildirilir. Mənbə qeyd edir ki, bundan sonra Razi Nurullayev şəxsi münasibətlərindən istifadə edərək konkret şəxslər vasitəsilə Eyyubova yaxınlaşmağı bacarıb və bundan sonra deputatın xanımının qeyri-formal rəhbərlik etdiyi Astroy MMC Qarabağda tikinti işlərinə cəlb olunur. Mənbə bildirir ki, Qarabağdan əldə olunan yüksək gəlirlər hesabına İmişli ərazisində mal bazarının tikintisinə başlanılır. Bir çox mənzillər və bahalı avtomobillər alınır. O da iddia olunur ki, hətta bir neçə min manata dövlətə təqdim olunan konteynerlər sonradan yüksək məbləğə satılır. Aqrar Siyasət Komitəsinin sədr müavini olaraq aidiyyatı məsələlərdə vətəndaşların hüquqlarını qorumalı olan, lakin səlahiyyətlərindən kənar işlərlə məşğul olduğu iddia edilən Nurullayevi bu qədər şikayətlərə rəğmən toxunulmaz saxlayan nə və ya kimdir?
Doğrudanmı 26 ildir baş nazirin mavini olan Yaqub Eyyubov Nurullayevin qoruyucusu qismində çıxış edir? Mənbə iddia edir ki, məhz torpağın təyinatının dəyişdirilməsi məsələsində öhdəliyi üzərinə götürərək Nurullayevi örüş yerində kommersiya məqsədli tikinti işi aparmağa ürəkləndirən Eyyubov işlərin dayandırılmasına verilən qərarın yerinə yetirilməməsi üçün də təzyiqlər edir. Anlaşılan, baş nazirin mavini və deputatın birləşən gücü İmişlidə mal bazarının tikintisini daha da sürətləndirir. İki məmurun iş birliyi təkcə mal bazarının tikintisinə krışalıq etməklə bitmir. İddialara görə Nurullayevlər ailəsinə məxsus Astro MMC, Eyyubov MMC, Bakı Abadlıq Xidməti MMC-ni birləşdirən maraqların tezliklə üzə çıxacağı da istisna edilmir. Yaqub Eyyubovun uzun illər vəzifədə qalmasında Rus faktoru. Bəs Azərbaycan vətəndaşı Yaqub Eyyubovu necə tanıyır? Eyyubov Azərbaycan hakimiyyətinin ən uzun ömürlü simalarından biridir. Səsini nadir hallarda eşitmək mümkün olan Eyyubov daha çox oğlu Orxanın Britaniya vətəndaşlığı almaq üçün 1 milyon funt sterlingindən keçməsi ilə gündəmə gəlib. Daha sonra Rigada 1 milyard dollarlıq bank hesabının dondurulması xəbəri ilə diqqət çəkən Eyyubovlar bu ittihamdan da sıyrıldılar. 80 yaşlı muavinin adı Rusiyanın adamı olması ilə tez-tez anılır. Elə buna görə də Rusiyanın dostluq ordeni ilə təltif edilib fikri daha aktualdır. Onu da qeyd edək ki, bu ilin oktyabr ayında Prezident İlham Əliyev Eyyubovu İstiqlal ordeni ilə də təltif edib. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.